Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmuəsi. Son tarixi mənbələr təbliğata qarşı. Azərbaycan Respublikası Gənclər Fondu. Müsahib Məmmədov İlqar Məhəmmədəli oğlu. Xoş gördük İlqar bəy. Zəhmət olmasa özünüzü təqdim edin. Salam Mələkə, xoş gördük. Xoş gördük. Xoş gəlmişsiniz. Məmmədov İlqar Məhəmmədəli oğlu, Göyçə mahalının Basakeçə rayonunun Qayabaş kəndində 1965-ci ildə müəllim ailəsində anadan olmuşam. Atam müəllim işləyib, müəllim olub. Anam da qabaqcıl, belə deyək ki, kolxoz işlərindən tütüncü, sonra da evdar qadın olubdu. Lap yaxşı. Uşaqlığınız orada keçib yəqin. Bəli, orada bütün, deməli, bizim kənd 8 illik məktəbi idi. 8 il həmin kənddə dərs almışam, böyümüşük. Belə deyək ki, kəndimiz relyefinə görə çox maraqlı və mənzərəli bir ərazidə, relyefdə yerləşmişdi. Çünki həmi dağlıq, həmi qayalıq, həmi düzəngahlıq, belə deyim, çaylar, hər tərəfli təbiətin bütün maraqlı mənzərələrindən əhatə olunmuşdu. Orada da bizim deməli, belə deyək ki, 72-ci ildə birinci sinifə getmişəm. Oradan da bəri uşaqlıq xatirələri, yadda qalan xatirələr var. Həmin o qayalıqlarda, belə deyək ki, bütün oyunlar uşaqlar arasında gizlənparc, sonra başqa oyunlar oynamışıq. O ot biçiləndən sonra cala qorunurdu. Calada da belə deyim ki, futbol oyunurdular, dürə döymə, başqa bir uşaq oyunlarının hamısı da elə o düzəngəhliklərdə keçirdi. Bir sözlə xoşbəxt həyat tərzimiz var idi. Bəli. Lap gözəl. Sonra yəqin ali instituta, ali məktəbə daxil olmuşsunuz. Bizim kənd 8 illik məktəb olduğuna görə həm də elə bil ki, 3 kəndin ortasında yerləşirdim. Sağında Qoşablaq kəndi, solunda Saryaqub kəndi. Həmin 3 kəndin də belə də Sovetlik deyirlər. O vaxt Sovetlik idarəsi bizim kənddə yerləşirdi, bir mərkəz kimi. Ona görə də həm də yaxın idi məsafələr. Bizdən də 8 illikdən sonra qonşu kəndlərdə, Qoşablaqda, Nərmanlıda, yaxud da Saryaqub kəndində oxumağa gedirdilər. Təhsil davam etdiniz. Bəli, biz də 9-cu, 10-cu sinifi Saryaqub kəndində oxuduq. Orta məktəbi bitirəndən sonra belə deyim, Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfat İnstitutuna daxil olmuşam. Belə deyək ki, oranı oxumağa getdim. Mənim yəni kənd xatirələrim ən çox yadda qalan 82-ci ilə qədər, düzdür, institut oxuyan dövrdə də tətilə gəlirdik. Qış tətilinə, yay tətilinə, onda da yenə Göyçəyə gedirdik. Demək, institut qutarandan sonra yenə öz kəndinizə qayıtdınız? Xeyr, institut qutarandan sonra, institut qutaranda mən təyinat aldım Bakı şəhərinə, Yeni Bakı Quşçuluq fabrikinə. Amma ancaq ki, kənddə belə bir xüsusiyyət, tendensiya var idi ki, cavanların hamısı institut qutarandan sonra demək olar ki, bu mənfur ermənilər tərəfindən işlə təmin olunmadığına görə, ona görə də bütün hamı məcbur olurdu ki, belə deyək ki, Azərbaycanın rayonlarında, böyük şəhərlərində özlərinə iş şəraiti qursunlar, yaxud da ki, işlə təmin olsunlar. İstəmirdilər ki, rəhbər vəzifələrdə Azərbaycanlılar otursun. Yəni, relyefinə görə, belə deyək, təbiətinə görə, havasına görə, suyuna görə çox əvəz olunmaz, gözəl bir mənzərəli şəraitdə olan yer idi. Ancaq ki, gələcək üçün iş şəraitinin qurulması, işləmək üçün cavanların, ancaq belə deyim ki, fəhlə işi kimi desək, əsasən də cəmaatın məşğulu heyvandarlıq, ondan sonra tütünçülük, kolxoz içində işləyənlər idi. Kəndlərdə də bir müəllim, belə bir həkim, bir sədir, bir nə bilim,
baytar həkimi, bir zootexnik, belə deyək də, hər mütəxəssisdən bir nəfər olurdu. O yerlərdə deyək ki, dolmuşdu, yaşlı adamlar idi. Hətta ermənilər də var idi ki, gəlib, məsələn, bizim kənddə baytar həkimi yadımdadır, 12 adında erməni idi. Məsələn, rəhmətli Cəfərov Maksim var idi, Yerevanda qurtarmışdı institutu, çox gözəl də erməni dilini bilirdi, baxmayaraq ki, yenə də ona da bir həkim vəzifəsi vermədilər, felşer kimi işləyirdi. Yəni, Bu məqsədli bir plan imiş ki, ona görə də rəhbərlikdə cavanların hamısı, belə deyim sizə ki, institut qurtarandan sonra Göyçəyə qayıtmaq ümidləri olmurdu. rəhbər vəzifələri erməniyə verirdilər. Bəli. Məqsədliymiş. Erməni qonşularınız var idimi? Uşaqlıq gənclik illərində Yox, münasibətiniz necə bizim idi? erməni qonşularımız yox idi. Yəni, Göyçə mahalının 36 kəndi var idi. Onun 32-si Azərbaycanlı, sırf Azərbaycanlı idi. 2 kənd, səhv eləmirəmsə, erməni idi. İkisi də erməni ilə qarışıq idi. Bizim Məzirə, bir də Çaxırlı kəndi. Onlar erməni ilə qarışıq kəndləri idi. Əgər səhv eləmirəmsə. Qalan Azərbaycan. Harada rastlaşırdınız, harada görüşürdünüz? Bizim də rayonla əlaqəmiz elə çox olmurdu. Yəni, cavanların deyim də. İndi yaşlı adamlar, məsələn, tütün yığılanda gedib tütünü təhvil verirdilər. Sonra, belə deyim ki, İşin əlaqədə gedirdi. Bəli, işin adamları gedirdi. Bir də cəmaatın indi əlində olan məhsulunu aparıb rayonda sata bilirdi. Bir də gedib nəsə alırdılar. Onu da ki, yəqin ki, ermənilər də orada təsirlər edirdi. Mən məsələn, şəxsən bir institutda oxuduğum dövrdə cavan oğlan kimi, belə deyək, getmişdim rayona. Orada da erməni dığalarından, belə deyim, onlar sual verdilər ki, AES, Türkiye'yiz. Mən də erməncə yaxşı bilmədiyimə görə cavab vermədim. Burada da bizim aramızda bir mübahisə yarandı, dalaşdıq. Hər dövrdə qısqanclıq var idi, nifrət var idi onlardan bizə qarşı. Bəli. Bəli. Evinizi nə vaxt tərk etməli oldunuz? Təxmini tarixi səbəbini deyə bilərsiniz? Evimizi, deməli, kənddə mənim atam həm müharibə veteranı idi, həm müəllimdən əlavə rayon kəndin partiya təşkilatının sədri işləyirdi, sonra Sovet sədrliyində katib işləmişdi. Yəni, bu adam rəhbər vəzifələrdə olduğuna görə hökumətə, qəzetə, belə deyək ki, dövlətə çox inamlı adam idi. O söz-söhbətlər, o təbliğatlar, belə deyim ki, yayılırdı. Heç atam ona inanmırdı ki, yəni belə bir hadisə baş verə bilər. Bəli, ki, cəmaat buradan köçər, harasa dəyişər, belə bir şey heç inanmırdı. Ona görə də mən də institut oxuyordum. Gəncə Bakı şəhərində işləyirdim. Təyinatla getmişdim. Televizorda gün ekranı proqramında, zaman proqramında, Vremya o vaxtı zaman proqramında belə bir ORT kanalında. Bəli, xəritədə göstərdilər ki, Vardenis rayonu, deməli Göyçə mahalının adı dəyişmişdi. Vardenis rayonu Kəlbəcər vasitəsilə çıxarılsın. Belə bir şey də əldə xəritə ilə göstəriləndə... O planı ruslar verirdi, ya Bəli, ermənilər? ruslar. Rusda indi bilmirəm də erməni əsilli ruslardır, kimlərdir. Onu mən şəxsən özüm kanalda görəndən sonra qərara aldım ki, gedim mən valideynlərimə kömək edeyim. Onları da kənddən, belə deyək ki, çıxaraq da sonra ermənilərin o pis təcavüzünə zada uğramamaq üçün getdim Kəlbəcərə qədər, Kəlbəcərdən maşın tutdum, getdim kəndə. O da haradasa noyabr ayının axırı idi. 88-ci ilin noyabrın, belə deyək ki, 27-28 radələrində belə getdik. Dekabrın sonuna qədər hamısını demək olar ki, oradan qovmuşdular Azərbaycanlıları. Bəli, özdə çox həqiqətən də o vaxt indi belə bir telefon çəkilişləri, kameralar zat yox idi. Çox yaxşı olardı ki, o vaxt olsa və yadda qalan mənzərə kimi faktlar olardı. Deməli, Kəlbəcər Göyçə yolu da çox, belə deyim ki, təmirsiz və bir maşın
Ordu. zorla keçən gediblər. Amma yenidən geri qayıdıblar Bəli, onlar. yenidən, çünki öz o vətənlərinə. vaxtı Sovet hökuməti olduğuna görə, bir dövlətin içində olduqlarına görə yəqin ki, elə qayıtmaq imkanları olub. Çünki insanlar da bu dağın, təbiətin, iqliminə öyrəşiblərmiş. Ona görə də o mühitdən ayrılmaq Yəni hissə hər dəqiqə Hasan şey deyilmiş. Bəli. Bunlar da hissə bu 1905, 18, 1947, 53-cü illərdə hissə Azərbaycanlıları qovaraq ən son nöqtəsi indiki bizim yaşadığımız dövrdə 1988-də bu planı tam bütövlüklə başa çatdırdılar. Bəli. Bəs siz orada ermənilərin sizə qarşı hansı bir təhqiri, hətta qorxusunu şəxsən görmüşdünüzmü? Rastlaşmışsınızmı ermənilərlə ki, məsələn, üzbəüz nəsə bir təhqir eləyər, nəsə bir sözlər deyər? Bəli, mən deyirəm də o vaxtı, məsələn, 10-cu sinifdə oxuyana qədər anam bir tütünlə məşğul oldu. Tütün aparıb qurudandan sonra o təhvil vermə məntəqəsində orada qəbul edənlər ermənilər idi. Orada məsələn, deyirəm də çox bəli, təhqiramiz vəziyyətdə o tütünləri qəbul edirdilər cəmaatdan. Günahkar kimi hamısını düzgün qarşılamırdılar. Yenə deyirəm ki, belə deyək ki, yad adamlar kimi, nətər deyim, başqa millət kimi, həm də ki, çox bir məcburi vəziyyətdə insanlar da dinmirdi, onu verib gəlirdilər. Sonra, bayaq dediyim kimi, oxuduğum dövrdə gəlmişdim tətilə, orada da bir dəfə belə deyək də, bu Azərbaycanlı olduğum üçün də onlar da belə söz atdılar, dalaşmışam. Qalan da çox elə bir mənim orada əlaqəm olmuyor ki, belə deyəm ki, şeyəm. Bir dənə də sizə bir şey deyim. Mən institut oxuyanda mənim tələbə yoldaşlarım var idi. Rus qrupasında oxuyurdular. İndiki Xankəndindən, o vaxt Sefranket deyirdilər. İndi onlardan soruşub belə danışırıq. Pambıq yığımındayıq Azərbaycanda. Məndən soruşurlar hardansan, deyirəm ki, o vaxt Ermənistan Respublikası tez deyir ki, adı Tigran idi. Sağ, это из нашего Hayastana. Yəni ki, o vaxtdan onlar Ermənistanı özlərinki bilib, həmin o planlar, o fikirlər yəqin ki, mən onda belə o qədər sözü anlamadım, amma indi fikirləşirəm ki, o vaxt onlar deməli, hamısı birləşirmiş, ondan bir yerə, bir cəmiyyətə qulluq eləyirlərmiş ki, bu gün də həmin o hadisələri, bu 30 Daşnaq partiyası gizli planları hazırlayırmış. Bəli. İndi hal-hazırda sənətdə bütün dünya bunu İrəvan tanıyır, amma bilirik ki, o İrəvan xanlığı deməkdir. Həmin İrəvan xanlığında Rəvan adında bəyin oğlunun adına verilib o ərazi. Sonra da bunlar formalaşdırıb, dəyişib ediblər Yerevan. Yəni, hər bir şeyə müdaxilə elədiyi kimi adlarımız dəyişib. Basarkeçər rayonunu 1970-də deyəsən dəyişib edib vardiniz. Amma indi möhtərəm prezidentimiz təzədən yenidən o ada qaytardı. Yəni, o tarixi adlarımızı qaytaraq ki, gələcəkdə bütün dünyada görsün ki, bunların hamısı qondarma, yenidən düzəltdikləri adların hamısı əsassızdır. İndi bilirik ki, Göyçə mahalında, İrəvanda Azərbaycanlılar çox zəhmətkeş olduğu kimi, həm də gözəl evlər tikirdilər, hamısının gözəl malikanələri, böyük həyətləri var idi. Sizin də yəqin ki, yaxşı atanızın evi olubdur da. İndi həmin evi siz o dövrdə satdınız ya qoydunuz, gəldiniz? Yox, biz evimizi satmadıq. Sadəcə qoyduq gəldik. Çünki Bakıda burada biz gələndən sonra mən Bakıda işlədiyimə görə, Bakıda yaşayırdım. Deməli, Bakıya məcbur olduq gəldik. Atam bir mənim yanıma gəldi. Mən də bu bacımın yoldaşı elə bir ev almışdı. Biz də onun yanına yığılmışdıq. Nurəddin müəllim Allah rəhmət eləsin. Onun yanındaydıq. Deməyim odur ki, biz evimizi dəyişmək cəhd elədik, sözün düzü. Həm kənd yer olduğuna görə, həm də ermənilərin hamısı, xüsusən də bu deyirlər ki, Göyçə mahalını
Ermənistanı Sibir adlandırırlar. Hə, soyuq olduğuna görə Soyuq. oraya çox getmək Sərt istəmədi. iqlim olduğuna görə. Bəli, hə, deyirlər ki, ora soyuqdur, filandır. Hə, bizim kəndə gedən olmadı. Ya da bilmirəm də, nəsə indi biz cəhd elədik, dəyişə bilmədik. Evimiz qaldı orada. Yəni imkan olmadı, icazə Belə deyim ki, vermədilər. atamın o halal zəhmətinlə, müəllim maaşından, ondan öz halal zəhmətinlə tikdiyi o ev, qapımız, ondan sonra deməli, düzdür, çox geniş bağ-bağımız yox idi. Bir hardasa bir 3-4 dənə alma ağacımız var idi. Sonra yaxşı kartof sahəmiz var idi. Kartof əkirdik, sonra göygər təkirdik anam qapıdan. Belə deyim ki, bir də biçənək yerimiz var idi. Hər bir şəraitiniz var. Bəli, yəni onlar hamısı qaldı. Hamı Bizdə, kimi bəli, sizin də bəli, heç bir bəli. oradan bir Heç bir şey, nə götürə yardım, nə bilmədiniz, sata satmaq, nə bilmədiniz. bir şey. Amma onu qeyd edin ki, Azərbaycanda həmin o Bakıda məsələn yaşayan ermənilər evlərini rahat satdılar. Azərbaycan dövləti onlara imkan yaratdı, humanistlik elədi burada da. Və bu İrəvandan gələn Azərbaycanlılar da pulla bu evləri aldılar. Öz evlərini qoydular, amma burada pulla bu evləri aldı. İndi o vaxt yəqin ki, hələ biz gələndə belə məsələn Binəqədi o vaxtı Kirov rayonu adlanırdı. Sonra Binəqədi rayonu dəyişdi. Binəqədi rayonunun hətta biz burada 88-ci ildə qaçqınlıq dövründə Binəqədi rayonunun icra hakimiyyəti o partiya birinci partiyanın İcra orqanının adı fərqli idi. Deyək ki də partiyanın katibi, birinci katibi erməni idi. Hətta 88-ci ildə də. Bəli. Rəhbər vəzifələrdə otururdular. Hətta erməni idi. Ona görə də onlar da yəni burada şərait yaratdılar ki, ermənilər evlərini satsın. Bəli. Kömək elədilər. Elə İrəvanın dağılmasında da buradan onların dəstəyi çox idi. Bəli. Ona görə də həmin adamlar da bəlkə də belə deyim sizə ki, çoxu da elə adını dəyişdi, qaldı burada. Bəli, o dövrdə bir 30 min siyahı da var idi. Təşkilatların üzvləri, nümayəndələri idi ki, bu günə qədər də cəmaət burada belə deyək, əziyyətlər çəkdi. Onların ucbatından. Doğrudur. Yəni mənim özüm o rəsmi rəqəmləri bilirdim mən o dövrdə məxfi orqanda işləyəndə 88-ci ildə 30 min erməninin Azərbaycanda qaldığını dövlət təsdiqləyirdi. Sonra da adları dəyişdi, elə də qaldı. Atam müharibə veteranı idi. Deməli, ev gələndən sonra burada deyirlər ki, indi heç olmasa bir müharibə veteranı kimi nəsə bir əlavə belə deyək də güzəşti olsun, ev verilsin, neynəsin. Ona da yəqin ki, yenə deyirəm, çünki biz də bu Binəqədi rayonunda məşğullaşmışdıq. O vaxt o erməni oldu, sonra da nəmdə dəyişirdi. Rəhbərlik imkan vermədi, heç o qeydiyyat olmadı. Məsələn, həmən müharibə görmüş, sonra çox böyük dünya görüşü olan kişi bu hadisələrə də dözə bilmədi. Belə deyim ki, 94-cü ildə infarktdan rəhmətə getdi. Yaşlılar o dövrdə gələndə onların çoxsu bu dərdslərdən xəstəlik tapdı. Evimiz də doğru düzgün olmamışdı. Sonra da belə biz öz pulumuzla da nəyəsə işlədik, ev aldıq. Belə deyək ki, bugünkü gündə şükür Allah özümüzə şərait qurmuşuq, yaşayırıq. Sizin oradakı eviniz daha yaxşı idi, yoxsa buradakı? Yox, təbii ki, indi yer olaraq, ondan məkan olaraq, oranın öz gözəlliyi, öz Dədə-baba yurdudur. Xüsusi özəllikləri var idi. Öz istəyinizlə tikilmişdi. Sonra həyət geniş, ondan belə deyim ki, evlər geniş. İndi burada da pis deyil, şükür Allaha, ancaq ki, oranın öz ayrı özəllikləri var idi. İlqar müəllim, ora qayıtmaq istərdinizmi? Çox məmnuniyyətlə qayıdardım. Belə deyim ki, Allah ömür versə, indi düzdür, mən bugün 60 yaşım var. İnşallah ki, qismət olsa, bir ömrümüzün son günlərini də belə deyək, həm uşaqlığı, həm də son qocalığı gedib o gözəl yerlərdə yaşayardım. Çox məmnuniyyətlə. İndi sosial şəbəkələrdə Kəlbəcər tərəfdən o əraziləri çəkirlər. Baxırıq, fərəhlənirik. Nə hisslər keçirirsiniz o yerləri görəndə? Çox belə deyim ki, fərəhli keçirdi. Mənim özüm də bu il Kəlbəcərə getdim.
cəhd elədim ki, gedəm baxam. Düzdür, orada havalar biraz yağış keçdi. Dumanlı Dağların oldu. başından duman olduğuna görə o hava şəraiti imkan vermədi. Ancaq belə bəli, o videolarda, çəkilişlərdə baxmışam. Amma onu da sizə deyim ki, bizim kənddən də bir nəfər tarixini dəqiq deməyəcəm, hardasa bir 10-12 il bundan qabaq Abdullayev İlqar Şamoğlu Qazaxstanda yaşayır. Qazaxstan vətəndaşı kimi gedib o kəndi çəkmişdi. Bəli, həmin o çəkilişin özü də çox gözəl bir cəmaət üçün xatirə oldu, motivasiya oldu. Belə deyim ki, yada qalan günlər oldu. Böyük qəhrəmanlıq edir. Bəli, bəli, bax sağ olsun. O da bir şey idi. İndi inşallah ki, cənab prezidentimizin də Allah canını sağ eləsin. Bu siyasətinlə müharibəsi belə deyək ki, yəqin ki, biz də o torpaqlara gedərik. Ən azından belə deyim ki, gedib gələ bilərik. İndi inşallah ki, qismətli olar da gedib yaşayarıq. Allah qoysa. Çox sağ olun İlqar bəy. Siz də sağ olun, təşəkkür edirəm. Çox gözəl, geniş məlumat verdiniz. Təşəkkür edirik. Allah can sağlığı versin. İnşallah gələcək müsahiblərimizi orada qarşılayarıq. Göyçədə müsahibə alarıq geniş formada. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. İnşallah ki, oraya dönmək ümidi ilə. Çox sağ olun.